birinizi xoş gördük. Qədim Bərdə şəhərindəyik. Elə gəzdik, dolandıq. Bir ağbirçək anamızla söhbət eləmək fikrinə düşdüm. Çünki zaman-zaman onun gözəl nəql elədiyi əhvalatlardan, söhbətlərdən məmnun oluruq. Pəjmürdə qalırıq, rahat oluruq, dünya görüşümüz artır və bugün elə xahiş elədim. Biraz utandı, dedim yox, oturarıq. Ana bala, xala bala söhbət eləyək. Süraya Cabbarovadır qonağımız və onun evində söhbət eləməyə çalışacağıq. Xoş gördük Süraya ana. Xoşbəxt olun, Allah sizi var eləsin. Siz əslən Kəlbəcərdənsiniz. Bəli. İstəyərdim bu müharibə, oradan çıxana qədər olan o Kəlbəcərdə keçdiyiniz güzarandan, nə iş görürdünüz, ailəniz nətər idi, müharibəyə nətər yanaşdınız, nətər qaçdınız, yəni qaçqın kimi gəldiniz. Bax, onu istəyərdim biraz yada salaq. Yaxşı şəraitimiz var idi, yaxşı dolanışığımız var idi. Hansı kənd idi? Dövlətimiz var idi, Almalıq kəndi. Dövlətlə idi, dağ yeri idi deyə, dövlətlə idi. Nə bilim, tütünçülük var idi, ferma var idi, maldarlıq var idi, hər şeylə də kənd şəraiti. Dağ qaran var idi. Dağ vaxtı dağa aparırdıq dövlətimizi, orada yaylanıb payız gəlirdik. Sonra 92-ci ildə qardaşım oğlu şəhid oldu, Əkbər Cabbarov. Ondan sonra elə oradan başladı bizə şey. Daha heç üstün başını qayıra bilmədik. Qaça-qaç düşdü, zülüm oldu, nə qədər heç nə götürə bilmədik. Bir lit canımızı ancaq çıxartdıq. Mal, heyvan hamısı qaldı. Heç bir şey götürə bilmədik. İctimaiyyətlər hamı dolu qaldı. Evlər hamı təpili tıxılı qaldı. Yalan demirəm, Allah bilir. Rahman bilir, o zor çəkmişdi də. Heç nə, gəldik, töküldük. Hələ Gənciyə qardaşımın biri oradaydı. Orada elə oxuyub, orada elə müəllim idi, onun yanına gəldik. Orada evlər boşaltdı, zdaniyalar boşaltdı, bizi təşkil elədi, oraya yığdı. Nəysə. Çox ağır vəziyyətlərdən keçdik. İndi nə şəhidin üstünü götürə bildik, nə heç bir şey eləyə bildik. Orada da deməli dəfn elədiniz. Elə orada elədik. Dəfn eləyəndən sonra elə dağıldıq. Heç də nə üstün başını, daşını qayıtdı, qaldı. İngə çevirdi qardaşım. Axır usta gəldi, dayı, Ziyyət dayı, bəs onu biz neyniyək? O daş hara qoyaq? Dedi, bala, vallahi hara qoyum, ged üzün sil sat, düzü quranak. Deyirdi ki, bəs altda aparım bir qəbirstanlığa o daşı qoymakda yoxdur, onu nəyə qoyum? Elə ged üzün sil sat da mən onu neyniyim? O da ikinci bir zülüm oldu da özümüz bilirsiniz. Adama yer eləyir, bənə. Ondan sonra da elə orada, burada biraz dolandıqda nəysə zülümlə gəldik bu vəziyyətə çatdıq da hələ ki, indi yenə prezidentimiz sağ olsun bizi, baxma, şəraitimizi, dolanışığımıza imkan yaratdı, bir tər nəsə dolandı, pambıqda işlədik, nə bilim orada, burada biraz işlədik. Mən də orada pambıqda, Dəlvəmətdə pambıqda işlədim. Sonra yenə gəldik, belə də yenə narçılıqda biraz işlədim. Soğana getdim, belə də çox əziyyətinə nəysə gəldik, bu vəziyyətə çatdıq. İndi də yenə prezidentimiz sağ olsun, yenə imkan dairəsində qaçqınlara şərait eləyir, həmişə də imkan dairəsində. Nə deyir, sağ olsun. Söyləyin, deyir. Nə də elə o da, hələ ki bizə ev təşkil olunmuyor, indi nə bilim yerimiz alınır və imkan olsun. Ora gələcəm, mən müşahidə elədiyim qədər bu Kəlbəcərdən olan qaçqınlar Bakıda, Sumqayıtda, o aran yerlərində yaşaya bilmədilər, rəhmətə getdilər. Bəlkə də o dağlarda o qədər, biraz o siz dediyiniz Dəlməmmədli, Hacıkənd, o Göygöl, Başkənd, oralarda biraz hava biraz Kəlbəcərə uyğun idi, Şəmkirdə filan. Amma bu tərəflərdə dözə bilmədilər, o da bir dərd oldu. Hamısına dərd oldu. Qardaşlarım hamısı getdi, üstünüzə sağlıq, canınıza sağlıq. Allah hamısına rəhmət edin. Qardaşım şəhidə dözə bilmədi, üstün qayıra bilmədi. Ağırdır. Bəs sonra bu azad olunandan sonra getdiniz kəndə. Keçən getmişdi. Keçən getdik, biraz qaldıq. Nə hiss istəyirəm bu hisslər gedir. Getdiniz kənddə nə gördünüz, qoyduğunuz uydu mu yoxsa? Heç nə, iştifarlar da darvadan sökülür.
Bir yerde bir kubuş kalmayıp, her şarda bir şey kalmayıp, bir barata tapasan ki bu benim şey, yok, hiç ne. Harda bir kubuş varsa onu çıkardıp aparıblar. Hiç ne, karatlar biraz orada burada kalıb, o hiç. Hiç ne görmedik. Ama tanıyabildiniz de. Tanıdık ki öz yerimizdir, məhəlləmizdir öz yerimizdə, amma heç nə yoxdur, heç nə. Hə, bax elə, çox pis vəziyyət. Bəs qaydanda o havaya uyğunlaşa bildiniz? Hava bizi o qədər yaxşı elədi, o qədər elə bir doğma öz yerində də. O qədər indi də elə şey eləyirik ki, görək bir gün gedib hava ala bilirik. İnşallah bu dəfə bir yerdə Nə gedək. bilim Allah, İnşallah. Allah qoysa. Deməli Surayla ayağında biraz ağrı var. Deyir getdim orada qalım, baxmayaraq ki soyuqdur, keçər. Söhbət edir ki, deyir elə bir ki təzədən doğulur adam. İndi də elə zapazıq ki, gedək görək nə tər olur. Hə, Bərdiyə nətər gəldiniz? Bərdiyə də elə qardaşım gəldi biri bura elə. Gəldi burada rəhmətə getdi. Allah rəhmət. Gələndə mən də elə onların səbəbinə mən də gəldim bura. Birinci Dəli Məmmədliyə getdi. Orada qardaşım yer elədi. Hamısı qardaşlarım heç oraları qurdalamasan. Amma yəqin ki bir gündə olsun Kəlbəcəri unutmaz. Kəlbəcər ayrıdır. Kəlbəcər ana vətən, öz doğma yerin. O cür şücaətin, bəhməni yetişdirdiyi şair sinəsi dolu, sinə dəftər olanlar. Allah kömək olsun hamınıza. Allah nə bilim qismət eləyərsə görərik, nə bilim Allah. İnşallah yox görərsiniz. Siz biz Ömür dualarımızdasınız. əgər vəfa eləyərsə. Vəfa eləyər inşallah. Nə bilim görərik. Olmasa da qalan görsün. Surayana bax indi bu qədər məşəqqətlərdən keçdiniz. Yəni qaçqınlıq bir tərəfdən şəhid vermisiniz. Hər şey. Təbii ki o deyir bir tərəf şər olanda bir tərəfdə xeyir olur. Bu insanlar artdı, nəvə nəticə sahibi oldunuz, toylar, düyünlər. Mən istəyərdim bax bugünkü toylarla, bugünkü evliliklə, elçiliklə, qız oğlan bir-birini istəməyin, o dövrün fərqi nədir? Yaxşıya mı dəyişib yoxsa? Valla onu mən belə deyərdim. Keçmişin qayda qanunu elə bilirəm o yaxşı idi. Çünki Əbirhaya var idi, İsmət var idi, Ağsaqqal, Ağbişək qalan var idi, Cavan qalan var idi. Nə bilim belə, indi valla çətindir cavanlarla hərəkət eləmək. Bax, indi mən narahat edirəm, mən həmişə düşündürən sualdır, onu da verim sizə. Bax, qabaq bir qızı oğlan istəyəndə bütün nəslinin nəcabəti ilə maraqlanırdı. Ay sağ ol. Amma indi deyir qızın öz ağıllıdır, mənə başqası düşünür. Sonra bu problem çıxartmır. Çıxar da, niyə çıxmır? O niyə deyirlər anasına Biraz qarışsa yaxşıdır da, nə? Böyük məsləhət versə yaxşıdır. Cahillar öz başı ilə, o da olmalıdır, öz rəy olmalıdır. Amma biraz da böyüklər qarışmalıdır ki, bunun gələcəyinə fikirləşə. Nə bilim, belə də. Öz başına da cahil buraxmaq olmaz. Bir də indiki gəlinlərin az qala hamısı ayrı yaşamaq istəyir. Məsələn, ananın bir oğlu var, neynəsin? Anasını hara qoysun? Sən də sabah ana olasan axı. Buna nə deyirsiniz? Bax. O da pisdir də. O fikirləşməlidir ki, bu oğula gələn bunun anası var, atası var, onun təvini götürməliyəm, onunla da belə həmdərs olub dolanmalıyam. Yoxsa elə gədə mənim vəssalam, o da olmaz. Düzdür, hə. Çünki ananın da ana haqqı var, övlad haqqı var, verməlidir. Atanın zəhmətini, ananın zəhmətini itirən oğul deyil ki. Mən bir-iki yerdə görmüşəm, adamlar oturub mübahisə eləyir. Gəlmişsiniz, bir-iki kəlmə demişsiniz, mübahisə yatıb. Barışdırmağa meyillisiniz dəsən, onu nətər bacarırsınız? Sülhlə də, sülh yolu ilə cahılı biraz ələ almaq lazımdır ki, başa salır. Sülh yolundan başa salmalısan ki, bu olmaz axı belə. Bu atadır, bu anadır, bu belə böyükdür. Gələcəyin üçün sənə hər vaxt lazımdır. Başa düşən düşür, düşməyən də öz bilsin. Bir də bildiyim qədər yaxşı və əl qabiliyyətləriniz var. Özünüzün özəl yeməkləriniz var. Onu bilənlər bilir. Deyəm, xalq da bilsin də, nə olur? Gələn bir gündən elə bura Allah yetirəndə adama yetirir. Yoxsul vaxtlarımızdır, pis günlərimizdir. Heç nəsiz gəlmişik, iş yox, iş yox. Bura gələndə bizim kirvəmiz var idi, şirkətdə işləyirdi. Povi gəziblər, deyirdilər ki,
Çevremiz deyir ki ben hovur getireceğim. Dərman məhdud olanda. Yok burada keçende burada. Bərdədə, hə. Rasul adında bir kirvamız var idi. Yani orada işləyirdi, qarolçuydu. Deyir mən hovuru getireceğim. Geldi ki bəs belə. Arqalıq mən xariclərlə mən dil bilmirəm, nə də işləyərəm. Dedi yok işləyirsən. Sağlığına getdim bax bu sırvaqı, elə ləzzətli də. Nə pişirdim ləzzətinə yedilər sağ olundan, hələ mənə payda qoydular. Cədvəl yazıb asırdılar oradan, səhər bunu yeyəcəyik, günorta bunu yeyəcəyik, axşam bunu yeyəcəyik. Bunu cədvəllə hazırlayıb, hamısı bəhbəhlə hələ təşəkkür eləyirdilər mənə ki, o dil bilmədiyinlər. Hər gələndə də maaşımdan əlavədə mənə $50, $10, $20 hamısı pul qoyurdu ki, qala belə ləzzətli yeməklər ikimizin var. Hamı yemək yeyə bilir, amma nuş olmaq məsələsi. Nuş olmaq məsələsi, baxmışsın var, Allah haqqı. Bütün səfirlər, nə bilim sən də o gələn qonaqlar, hamı qonaq evi idi. Hamısı orada dururdu, hamısı da Allah haqqı. O bizimkilər deyirdi, yönümüz bəri düşəndə uça-uça gəldik ki, gedirik halamın ləzzətli yeməkləri yiyək. Nailə zad var idi, nə bilim, o vaxt işləyirdilər. Bilmirəm hardadır, nətər, hamısı. Görüb götürürdülər də sizə. Yadımdan çıxıb, hamısının adı, hamısı elə şeydir. Onunla bax, elə təşəkkür eləyirdilər ki, nə bilim belə hamısı. Yox, tutma, turşudur, şoraba deyirik də, şorabasıdır, mürəbbəsidir və onlar da yaxşı görür. Hamısından. Amma saxlamır da paylayır hamısını. Qohum əqrabiya, nə bilim, bizə də qoyub bir-iki dəfə. Yaxşıdır. Bax elə nə bilim maşınla verirdilər mənə, maşın götür get bazara, maşınımız vardı. Maşınla gedib bazarlıq eləyib gəlirdim. Şoförümüz də Şəkidən idi. Bu qaradında bir yaxşı oğlan idi. Gəlib bazarlıq eləyib aparırdım, pullarını qoyurdular. Bazarlıqdan qalanı qoyurdum stolun üstə. Bir belə eləmişəm, bir belə qalıb. Hamısını bax elə cədvəllə eləyirdim, yaxşı ləzzət. Deməli, 98-dən girdim, 2006-ya, 2007-dən işlədim. Xeyr, Xeylə işlədim, yaxşı da. Çıxanda da qoymayıblar çıxmağa da, deyirlər yenə gəl. Yox da dağıldı orada, dağılandan sonra çıxdım. Maaşım paketdə gəlirdi Amerikadan. Heç kəs aça bilməzdi. Bax elə. Bu hər adamın işidir. Müdürümüz çiftə Tarif müəllim var idi, o işlədi. Sonra Nicat var idi, Nicat da vardı deyəsən, o işlədi. Nə bilim belə, 2 dəfə müdürümüz dəyişdi. Bu Kəlbəcərdə çörək təndirə eləyirdi, Təndirə pişirirdik, dağda saca pişirirdik. Bax, Suray xala, kənddə, kəndin o başında, mən balaca olanda, çörək pişirəndə iyisi gəlirdi. Kəndin ayağına. İndi niyə çörəyin iyisi gəlmir? Vallahi o dəyirmandan asılıdır, dəyirman yandırır bilmirəm. Neyiniysə, o ne bilim. Böyle çoxsu da təndirə ərincəli yerir. Nə oldu o vaxt təhlükəli olmadı, indi deyir təhlükəlidir. Çörəyi də təndir çörəyin əvəzini vermir. Təndir elə qəşəng təndirim vardı qapıda, özüm qoymuşdum. Elə ləzzətli pişirirdim. O da elə doğrudan təndiri qadınlar özləri eləyir, kişilər eləmir. Toba özüm qoymuşdum. Samanla, bir də gillə, eləmi? Ayaqlayır, biz balaca olanda ayaqlayırdıq, onu sonra qəlibə saldı. Gəldi, maşını saxladı evin altında. Az baş dedi, özünü niyə öldürürsən orada? Bacım ölsün, ölmədi bacım. Dedi, bax, onun baş ailəni gəlsə, heç təndir qoymur, 2 baş adam, sən nəyə təndir? Agar dedim, niyə təndirin çörəyi yaxşıdır? Hamısını qoydum, hamısını elədim, o baxır. Bəs bu o vaxtda müharibə gördünüz, şəhid verdiniz. Bu gündə bu fərq varmı? Fərq nədir? O vaxtla indikinin, o vaxt niyə biz qalib gələ bilmədik? O vaxt qalib niyə gələ bilmədik? Ona görə ki, saxtalıq oldu hamısını. Evet. Orxanlar oldu, saxtalar oldu, satqınlar oldu. Satqınlar oldu. Biraz da hələ təzə idik də, hələ ordular qurulmamışdı. Bugün amma maşallah. Yox, Allah elə prezidentimizə kömək olsun ona görə ki, bu yatırtdı, tavanı yatırtdı, yerlər alındı. İndi bircə ona neyranam ki, bax bu yerlər almışsınız da, qoy gidin 2 ay orada duraq. Yox, bəzən
Niyə qoymurlar ki? Məncə Gerek hani öyle portaldı. Portal, Gerek hə. çıkar, portal verirler. o Şimdi asan alıp indi uşakları ben portal alırlar. asanlaşıb. Yox, indi bax birdən bir şey var. Bəzi evlərdə yurduna qayıdanlar yaşamaq istəmir. Bax, siz nə məsləhət edir? Kəlbəcərdə də belə qəsəbələr mi salınmalı, yoxsa hər öz evində Ne olsa bileyim yaxşı? onu rehberler özü bilir, ben ona zakaz verebilmem. Yox, zakaz demirəm. Mən içinizlə, məsələn, mən Ama istəyirəm hər kəs öz bizim həyatını. yerleri sağ onu da diyeyim. Bizim yerler giden de göreysin. Çayın kırağı da diyeyim. Temiz kalıp məhəlləmizdə, evimizdə yol açırlar, nə bilim dağıdıqlar da Hə, gene yol göreysin. çəkilir. Hə. Hə, onda Bizim yəqin ki, ona ayrı göre yer. indi öz məhəlləmiz o günə qalır. İndi görək nə tər olur, nə bilim. Öz məhəlləmiz olsa əlbət ki, anadan olan Ha, öz yurdun. yoxdur, axırıydı. Amma divara dağılır, indi görək nə tər, nə məsləhət görür. Həm də deyir Kəlbəcərdə az ev olan kəndlərdə olub, onun hamısı yığırlar bir yerə. Deyir, elə ev olub, kənd olub, 50 ev olub. Nə 40 bilim, ev. Allah Hə. adına, görək nə olur. Və əsas öz. Təzdən mən də bu yaşımda məhəllə becərən deyiləm, bağ Yəni becərən gedib orada deyiləm. oturub Becərdiyim, xan kimi becərdim. sizə Amma qulluq elə öz edirlər. yerimiz, öz torpağımız ola bu yaxşı. Yəni ki, əziz tamaşaçılar, növbəti dəfə Suraya xala ilə elə Kəlbəcərdə öz kəndlərində, İnşallah. şəhərlərində İnşallah, danışarıq. Yəni ki, inşallah. bir aya falana gedərik. Gözdə qulaqda olun, dinləyin, paylaşın. Fikirlərinizi Sağ olun, yazın, var olun. ürəyinizdən keçənləri yazın. Başqa nə istəyərdiniz soruşaq. Onları yazın, biz də canla başla sizin dediklərinizə xidmət edirik. Son sözünüzü, fikrinizi deyin insanlarımıza, xalqımıza, arzumuza. Canınız sağ olsun, rehberimiz var olsun, dünyamız düzelsin, canınız sağ olsun, emin amanlık olsun. Vesselam. Sağ olun.